Ne vaxt çıxırsan işdən? Eve gitmeyeceğim. Ağlını başına yığ. Anam ürəyini yeyib. Qızlar bütün gecəni yatmayıblar. Elə mən özüm də. Bir də axı... Ne olub bey? Hele bilmirsən ki ne olub. O olub ki de bağışlaya bilmirəm səni. Bacılarını tapdaladın sen. Dayan. Mən tapdadım. Sizi? Sayğılayırsan nədir? Sayıqlamıram. Neçə vaxtı deyirəm, danışıram. Qulağınız tutulub, eşitmirsiniz. Hansı zamanada yaşayırsınız? Bir gözünüzü açın, dünyaya yaxşı-yaxşı baxın. Mən elə bilirdim ancaq keçmişdə qızlar adam yerinə qoymurdular. Alıb satırdılar, ceyiz verirlər, bəsən kimi. Hə, nə oldu? Xalidiyə ceyiz yığa bildin? De görüm axı bizim başımızda nə xətabala var. Nə elə gərək hökmən qayyumluq eləsinlər bizə, qorusunlar bizi. Nədən? İki cavan bir-birini istəyir. Ürəklər saf, təmiz hisslərlə yaşayır. Başlayırsınız bu gözəl aləmi öz bildiyiniz kimi bəzəməyə. Başlanır alver, söz-söhbət, dedikodu, çeşüy davası, pullu toylar, soğunçuluq, hərə bir cür yoluna hazır. Demişdim axı, xoşbəxtliyi biz başqa cür başa düşürük. Xoşbəxt olmaq üçün adama nə lazımdır səncə? Nə? Dinmirsən? İşim maraqlıdır, özün bilirsən ki, xoşuma gəlir. Oxuyuruq. Səndən də gizlin deyil. Xalidənin də istəyəni var, mənim də. Xoşbəxtik biz. Başa düşürsən, xoşbəxtik. Deyirsən, yəni mən də yolum azmışam. Azmısan. Zavod əvəzinə gör sorağın haralardan gəlir. Sən özünə də xəyanət eləmişsən, öz sənətinə də. Prometey. Yaxşı, bəsdir. Ceyiz söhbəti qutardı. Qardaşcan. Gedək evə. Bax ha, məni ki tanıyırsan. Çay bereden derler. Böyük ailemiz varmış. O ışık şalbanları bağım